Yoxlaya bildinizsə ümid edirəm. Bir dənə neçə düzünüz var olar. 2 oldu C. 13 Bakı. Mükəmməl. Məhərrəm 14, Eyvaz 12, Naciyə 13, Kənan 14, Sevinc 13, Əli 13. Əla xal olsun. Mən bunu buradan bağlayım. Gəlin sualları mən izah edeyim hamısını. Dekursor sənədin sonunda olarsa, Ctrl-Shift-Home kombinasiyası yerinə yetirildiyində F8-i neçə dəfə basmaq lazımdır ki, eyni funksiya olsun. Baxın, indi məndə home yoxdur deyə əfsuslar olsun ki, göstərəmirəm sizə bunu. Home nə eləyir? Tək home gətirir sətrin əvvəlinə. Kontrolla home birlikdə nə eləyir? Sənədin əvvəlinə gətirir. Bəs shift nə eləyir? Shift də seçir. İndi Ctrl Shift Home ən sondadır. Daha doğrusu kursor ən sondadırsa, Ctrl Shift Home nə eləyəcək? Bütün sənədi avtomatik olaraq seçmiş olacaq. F8-i də bir-bir yoxlayaq. F8-i bir dəfə basanda heç nə olmurdu. 2 dəfə basanda söz, 3 dəfə basanda cümlə, 4 dəfə basanda abzas və nəhayət 5 dəfə basanda həqiqətən də bütün sənəd seçilmiş olurdu. Deməli, neçə dəfə basmış olduq? 5 dəfə. 2 deyir, sənədi çapa göndərmək üçün hansı klaviatura qısa yolundan istifadə etmək lazımdır? 2 dənə qısa yolumuz var idi. Biri Ctrl-P idi. Baxın, Ctrl-P-ni basan kimi çap hissəsi gəlir. Digərdəki Ctrl-F2 idi. Eyni hissə gəlmiş olur. Verilmiş sənədin 3-cü hissəsindəyik. Buradayıq. Cədvəldə 3-cü hissə, qəmərdə. Qəmərdən deyir ki, 3 dəfə tab bastıq. 1, 2, 3. Gəldik xarici dilə. 2 dəfə shift tab basdıq. Yəni geri qayıtdıq. 1, 2. Məntiq. Enter-də 3 dəfə basanda yeni abzas yaratdıq. Harda qalmış olduq? Elə məntiqdə də qalmış olduq. A variantı. Deməli, tab nə oldu? Xanaların daxilində bir addım irəli getdi. Shift tab nə oldu? Geri qayıtdı. Sən... Bəli, xananın daxilində qaldı. Sadəcə xananı genişlətdi. Sənəddə seçilmiş qrafiki obyekti gizlətmək üçün Homeland tabının necə? Bəli. Excel-də xananı dəyişir. Hə, Excel-də dəyişir. Excel-ə keçir olursa. Home-un harasındaydı? Gəlirdik editing-inə. Buradan select-ə girib selection pane vasitəsilə hide all eləyirdik və yaxud da ki, show all eləyirdik. Hal-hazırda qrafik obyekt yoxdur. Misal üçün bir qrafik obyekt əlavə eləyək. Tutalım ki, bunu. Baxın, hide all eləyən zaman sırası bunu gizlətmiş olacaqdır. Deməli, oldu editing. Simvolların sətirdə görmə mövqeyi 1. Normal öz yerində, sonra yuxarıda, bir də ki, aşağıdadır. Gəlirik əsas 6-ya. Niyə əsas? Çünki 5-də oldu normal, aşağı, yuxarı. Normal, aşağı, yuxarı. 1, 2, 5. Mövqe deyir də ümumiyyətcə. Əsas 6-dır. Baxın, referansın deyir hansı tabında bir tab əks olunmuşdur. Sənədlərdir, daha doğrusu sənədlərdə cədvəllərdir, diaqramlardır, şəkillərdir. Bunlara deyib başlıq əlavə et, adlandır. Başlıq ingiliscə nədir? Caption'dır. Nə ilə əlavə eləyərsən? Insert caption'dan. Baxın, referansın insert caption'ı vasitəsilə girirəm buradan. Bax, misal üçün deyir, şəkil 1-ə qoy. Misal üçün adını dəyişdir. Buradan cədvəldir, düsturdur, nədirsə. Və yaxud da ki, burada pozisiyasını seç, hansı hissədə istəyirsənsə. Əsas odur, gətir buradan adını qoy. Misal üçün, hal-hazırda bunun adı nədir? Şəkil 1-dir, misal üçün. Ondan sonra deyir, sətirlər arası interval dəyişmək üçün sətir sözü varsa və interval varsa hardadır? Niyə bu gün düşdü? Bir dəqiqə. Hə, hardadır? Elə gördüyümüz kimi layoutda olmuş oldu. Gəldi, elə buradan da düzəltdik. Text from, hə, bəli.
Buradakı paraqrafdan. Bəli, layoutun paraqraf. Ondan sonra 8-də text from file. Tərcümə edək bu nədir? Fayldan mətn, yəni başqa yerdən hər hansısa bir mətn gətiririk. Olur elə A variantı qısa konkret tərcüməsi ilə gəlmiş oldu. 9, 9. 9-da bir dənə önəmli hissə var ki, orasını tutmaq lazımdır. Azərbaycan dilimizi işə salmaq lazımdır. Bizə deyir, bax, əvvəlcə sənədə qrafiki obyekt əlavə olundu. Hardan əlavə edirik? Insertdən. Bayaq da əlavə elədiyimi gördünüz. Bu bir. Sonra deyir ki, sənəddəki bütün imtahan sözləri quizlə əlavə olundu. Əvəz olundu. Home-un replace əmri vasitəsilədir. Baxın, buradan gəlib yazdılar. Nə imtahan, nə ilə dəyişmək istədilər? Quizlə yazdılar yerinə. Mündəricat artıq nə imiş? Hazır imiş. Mənə deyir mündəricat hazırla. Demir. Desəydi mündəricat hazırla, referansa baş çəkərdik. Amma demir deyə 5-i oradan eləyirik. Gəlirdik, şərhlər əlavə olundu. Şərhlər hardaydı? Review-dan idi. Baxın, buradaydı. Və nəhayət sonuncusunu elədik. Sənədi PDF şəklində yaddaşa saxladıq. O da faylın export əmri vasitəsilə idi. Və yaxud da ki, faylın save as əmri vasitəsilə də həll edə bilirik. 3, 4, 6. Bəli. Əlavə edə bilirdik, amma onun üzərində işlər görə bilmirdik. Aydındır? Hədə burada ümumiyyətcə əlavə olundu və hani, əlavə edilərək başqa. Bəli. Mündərizatı F9 ilə də yarada bilərik və yaxud da ki, giririk buradan referansa. Table of content var ya, yox, yuxarıda. Buradan. Table of content vasitəsilə əlavə edə bilirdik. Buradan istədiyimiz tipini seçə bilərik. Aydındır? Xoşdur. Sonra. Aha. Bəli, buradadır. Alfa stilində seçmək lazımdır əsasən. Əlavə elədiyimiz, yoxsa hamısı bir-birinə girəcək. D uyğunluğu müəyyən edin. Elə buradan yoxlayaq görək bu nəymiş. Bir dənə abzas götürək. Misal üçün bu abzası idarə edək. Birincisi bu 1. Yuxarıdan tuturduq. Nə eləyirdik? Abzasın birinci sətri, digərləri qalırdı. Birincinin soldan boşluğunu təyin eləyirdik. İkincisi nə idi? Gələk tutaq. Bu da abzasın ilk sətrindən başqa digərlərini dəyişirdi soldan və aşağıdakı da hamısını aptavoy şəkildə dəyişdirməyə kömək eləyirdi. Variant olaraq da bilmirəm hansı idi. Bakı olmalıdır. Uyğunluğu demək, bəli. Hə. Səhifənin soldan, səhifə deyil o, abzasdır ancaq. Seçilmiş abzasdan. Hə, bəli. Gərək hamısını bir-bir seçək. Əsas hansını seçirsənsə odur. Tam olaraq işləməyəcək onda. Çünki yarısı məndə soldadır, yarısı sağdadır. Axı 2 yerə bölünüb. Gəlirəm 11-ə. Lentin gizlədilməsi bir-bir yoxlayaq. Ctrl F1-dir, baxın. Yuxarıya baxın, yoxa çıxdı. Gəldi, yoxa çıxdı, gəldi. Mündəricat sözünü gördüksə F9-a müraciət edirik. Baxın. İndi bizdə yoxdur deyə gəlməyəcək. Mündəricatın güncəllənməsidir çünki. Sənəddə digər bir yerə keçid go to getməkdir. Ctrl G. Shift F7 nəyin qısa yoldur? Kim deyər? Noyabr ayında yox, noyabrda bu düşmüşdü imtahan. Sinonimlər, bəli. Shift F3 nə idi bəs? Noyabrın 6-sı imtahana düşmüşdü. Bəli, doğrudur. Registri dəyişdirmək. 12-ni kimlər düz yazıb?
Aha. Aha, yaxşı. Doğrudur. Baxın, şərtə bax. Bəli. Şərtə baxıram neçə səhifədən ibarət deyir? 25 səhifədən. Gəlirəm buradan tuturam. Nə deyir? ODD. Tək səhifələr. Tək səhifələr hansı aralıqda? Bu aralıqda. Hansılardır? 1, 3, 5, 7, 9. Sonra gəlir 15, 17, 19. Sonra gəlir 23. Artıq 25-də dururam. Niyə dururam? Çünki mənim axırıncı səhifəm neçə idi? 25 idi. 25-in o tərəfəsini götürməyimin mənası yoxdur. Gəlirəm, sayıram. 5, 6, 7, 8, 9, 10 dənə. Bölürəm neçəyə? 4 page per sheet deyir. 4-ə neçə düşür? 3 tam neçə, 2 tam neçəsə mən götürürəm 3. Sonra burada deyir both side. Hər iki üzündə. Yenə bölürəm 2-yə. Düşür 1 tam, onda 5. Mən götürürəm 2. Və kopya sayım 4-dür. 2-ni vururam neçə? 4-ə eləyir 8. Başa düşdük? Davam eləyək başa düşdüksə. D cümlənin seçilməsi üçün cümlənin üzərinə gəl, kontrolu basılı saxla, sol düyməsini bir dəfə vur, cavabda olsun, elə B variantı. Gəldi əsas məsələ. Aşağıda cədvəl hansı əmr vasitəsilə formatlaşır? Bir nə eləyir? Cell margin kənar boşluqlarını təyin edir səhifənin. İkincisi nə eləyir? A-dan Z-ə doğru sıralayır. Yəni ascending, descending, azdan çoxa, çoxdan aza və s. Üçüncüsü text direction mətnin istiqamətini bölmək üçündür. Dördüncüsü convert to text cədvəli dəyişdirib eləyir mətn şəklində və nəhayət 5-incisi repeat hidden rows-dakı nə eləyir? Başlıq sətirlərini təkrarlayaraq yeni bir gördüyünüz kimi cədvəl əmələ gətirmiş oldu. Başlıq sətirlərini təkrarla deyir də, yəni misal üçün bax, bu sətirdən bir dənə də yarat, bir dənə də yarat, bir dənə də yarat və s. olur A variantı. Borders and shading. Nə deməkdir borders and shading? Sərhədlər və kölgələr. Biraz məntiqən düşünsək, borders and shadingdə səhifənin arxa planı üçün rəng seçiminin nə əlaqəsi var? Səhifənin arxa planı üçün rəng seçimi hardan idi? Girdik dizayna, dizaynın page backgroundunda page color vasitəsilədir. Baxın, buradan istədiyimiz rəngi seçə bilirdik. Sualımız var bu 15-indən? Yoxdur. Əla. Yəni buradan çıxaq. Onu da bağlayaq. Bu hələ ki qalsın buradan. Mən bir dənə Excel ilə başlayaq. Vaxtımız qalsa onu izah edək. Qalmasa da yenə də gəlmərsə izah edəcəm. Əvvəl-axır qalacaq vaxtımız. Excel 1. Excel-i ən azından 3 dərsə keçəcəyik. Əsasən düşür birinci hissəsindən daha çox. Birinci hissəsindən keçəcəyik ilkin anlayışlar və funksiyaları. Bunu da bir dənə eləyirik. Bəli. Elektron hökuməti keçəcəyik. Hə, düşür. Təkrar salıblar, amma çıxartmışlar. Keçəcək. Gəlir Excel 2019-u işə salmaq üçün üsullarımız. Bunları Word-də keçmişdik deyə burasının üstündən keçirəm. Lazım deyil bizə. Deyən görək kim gəldi. Əsas başlayırıq buradan. Başlıq sətri ilə başlayırıq. Default adımız Book 1-dir. Bu Book 1 Word-də nə adlanırdı? Dokumentdir. Əla. Sonra düşürük əsas önəmli hissəmiz ikinci. Bura. Maksimum 400%, miqyas minimum 10% idi. Word-də neçə idi? 500. Bəli. 500. Əla.
Sonra gəlirik Excel haqqında öyrənməyə. Excel'in minimal obyekti xanadır. Word'un minimal obyekti nə idi? Simvol. 2 üstü 14 sayda sütun var. Sütunlarımız nələrdir? Burada bir dənə Excel açaq qəşəng. Baxın. Sütunlarımız yuxarıdan aşağı gələnlərdir. 2 üstü 14 sayda, yəni 16384 eləməli, səhv eləməmsə sayda bizim sütunumuz var. Gördüyünüz kimi get-get çatmırıq. Baxın, ən sonuncusu gələcək XFD-yə. 2 üstü 16 sayda isə bizim sətirimiz var. Sətir də yuxarıdan aşağı gələnlərdir. 2 üstü 16 sayda da eləyir 1.048.576. Ən sonuncu xanamız adlanacaq XFD 1.048.576. Ümumilikdə də 234 sayda xanamız var. Yəni 216 dediniz, 220. Çox istəyirəm 20. 20 1.048.576. Sonra gəlir işçi vərəqinin adının uzunluğu. Adının uzunluğu baxın buradadır. Sheet 1 hissəsi var ha. Bu sheet 1 hissəsinə maksimal 31 simvol yaza bilərik. 32-ci gələn kimi bizə error verəcək. İşçi vərəqinin adında istifadə oluna bilməz nələr? Qoşa nöqtə, sağ, sol slashlər, sual, ulduz və burada gördüyümüz kimi parça mötərizələr. İşçi vərəqinin adı boş qala bilməz. Yəni, məsələn, mən gəldim bura, sheet 1-i sildim, enteri bastım, gördüyünüz kimi mənə gəlir, avtomatik olaraq error verir. Buradakı errorların hər biri gördüyünüz bunlardır. Nə deyir burada da? Deyir ki, 31 karakteri keçə bilməz, adında istifadə oluna bilməz bu simvollar və deyir ki, adını boş qoya bilməzsən. Okey, basıram, gəlirəm bir dənə, yazıram misal üçün, Sənan mı? Gəlirəm, davam edirəm. Excel 2019-un əsas komponentləri var. Əsas komponentləri nələrdir? Kitab, vərəq, sətir, sütun, xana. Kitab ümumiyyətcə faylımın özüdür. Vərəq daxilindəki, bax, bu gördüyümüz sheet olan hissələrdir. Bax, bunlardır. Əlavə edirəm özüm üçün. Üçüncüsü, sətirlərdir. Dedik, sətirlər yuxarıdan aşağı, sonra sütunlardır. Sonra sütunların birləşərək əmələ gətirdiyi xanalarımızdır. Sonra 1997-2003 arasında XLS idi uzunluğu. 2007-dən də bu yana adlanır XLS-X. Hər bir kitab işçi vərəqlərdən ibarətdir. Bu vərəqlərdə də cədvəllərdir, diaqramlardır, makroslar və s. yadda saxlamaq üçündür. Hər bir, belə deyək, işçi vərəqlərinin sayı minimal olaraq 1-dir. Yəni, burada 1-dən aşağı işçi vərəq yaza bilməzsən. Bunu delete eləyək. Məsələn, gətirəm bunu, delete eləyə bilmirəm. Mənə avtomatik olaraq error verəcək. Standart olaraq 1-dir, yəni susmaya görə 1-dir. Sən ilk Excel açan zaman burada sadəcə sheet 1 açacaq, amma maksimal 255 səhifəyə qədər yarada bilirsən. Vərəqlərin də 4 dənə növ var. Birincisi, dialoqların yaradılması üçün dialoq sheetlər. İkincisi, diaqramların yaradılması üçün chart sheetlər. Üçüncüsü, simple invoice, sadə faktura tipli iş vərəqləri və nəhayət makro əmrlərin saxlanması üçün istifadə olunan makro sheetlər. Bir də ki, hər bir cədvəl, belə deyək, cədvəllərin də yaradılması üçün istifadə olunan worksheetlər var ki, bunlar ümumi adlarıdır. Ondan sonra seçilmiş xanaya məlumat daxil etmək. Seçilmiş xana məsələn, mən yazmaq istəyirəm F7-də nəsə. Gəlirəm F7-nin üzərinə, mouse'un sol düyməsini double klikləyirəm. 1, 2, aktivləşdir. Yazıram Sənan, misal üçün. İkincisinə, misal üçün J7-yə yazmaq istəyirəm. Bu səfər də başqa üsulla yazmaq istəyirəm. Gələrəm, bax, burada düstur sətri var, FX. Bura yazaram, müəllim, misal üçün. Və yaxud da ki, üçüncü üsulumuz da adını nə ilə dəyişdirdik bir obyektin? F2 ilə. Gəlirəm, F2-ni basaram, gördüyünüz kimi kursor aktivləşdi. Burada yazaram, misal üçün, məntiq. Gördüyünüz kimi 3 usul keçdik. Üzərinə gəldik, double kliklədik, gəldik, F2 bastıq, gəldik, düstur sətrində bir söz yazdıq. Ondan sonra, indi bir şey baxaq. Baxın, misal üçün, Sənan nədir? Hərfdir də, yəni bir yazıdır. Mən burada yazıram 1.9, sonra bir də dırnaq arasında 9. Bu üçün fərqinə baxın. Hərflər normalda, soldadır.
Niyə soldadır? Səbəbi Excelin öz səbəbidir. Bəs dırnaqda 9 niyə soldadır desək, bu artıq biz Exceldə buna bir riyaziyyat rəqəmi kimi baxmayacaq. Bu bizim üçün yazı tipi sayılacaq. Məsələn, hesablama zamanı bu 9-u biz nəzərə almayacağıq. Artıq bu bizim üçün 9 deyil, D, O, Q, Q, U, Z kimi də başa düşə bilərsiniz. Yəni tam olaraq elə deyil ha. Sadəcə elə başa düşərsiniz. Əsl bizim rəqəmimiz budur. Bəs deyə bilərsiniz ki, həmişəmi belə olacaq? Həmişə belə olmaya da bilər. Gətirər buradan hamısını sol tərəfə düzləndirər. Gətirər buradan hamısını mərkəzə düzləndirər. Sağa düzləndirər. O zaman konsert düşür. O zaman siz bilməliydiniz ki, dırnaq arasında yazılmış 9 rəqəmi bildirmir, hərfi bildirir. Mən bunu deaktiv edirəm buradan. Gördüyünüz kimi hər biri öz yerinə düşmüş olur. 10 bəli, kimsə əlini qaldırır deyəsən. Bəli. Bəli, bu 9-u artıq yenə nəzərə almayacağıq, amma bu 9 nəzərə alacaq. Başqa. Ondan sonra nə gəlirdi, unutdum. Xananın adlandırılması. Xananın adlandırılan zaman hər zaman birinci sütun adı deyilir, sonra sətr adı deyilir. Məsələn, mən bu xanaya nə deyəcəm? D5. Hardadır? Burada da yazdığı kimi D5. Və yaxud da ki, mən tapmaq istəyirəm, tutalım ki, XF-dir 1.048.576. Gəlib hara çıxacaq? Ən axıra çıxmış olacaq. Gördüyünüz kimi. Yəni, bunun o tərəfəsi yoxdur. İnanmıram burada indiyə kimi kimsə gəlmiş ola. A1-ə qayıdırıq. Sonra gəlir diapazon. Diapazon, bunları silək. Diapazon, bax, bu gördüyünüz düzbucaqlı formatında hissədir. Bunun nələri var? Sütunları var, yəni eni var. Sətirləri var, yəni uzunluğu var. Və yaxud da ki, yerini səhv dedik. Sütunu olsun uzunluğu, bu tərəfdə sətri də olsun, eni fərqi yoxdur heç birinin. Düzbucaqlı formatında olan hissədir. İndi bunun seçilməyində 3 yolu var. Birincisi, diapazonu seçmək üçün. Mouse'un sol düyməsi ilə başlanğıcda, yəni B2-dən tuturuq, gətiririk tutalım ki, J14-ə qədər. Məsələn, bu bir. İkincisi, daha rahat üsulu. Mən gəlirəm B3-də xanamın ilkini qoyuram. Digərdə, misal üçün, gətirirəm M16-ya. M16-ın üzərinə gəlirəm, Shift-i basılı saxlayıb sol düyməni bir dəfə sıxıram. Gördüyünüz kimi daha rahatdır. Və yaxud da ki, mən deyirəm, tək-tək seçmək istəyirəm. O zaman da Ctrl-dan istifadə edirəm, gördüyünüz kimi. Ctrl da hamısını bircə-bircə seçməyə imkan verir. Gördüyünüz kimi. Sonra gəlir diapazonda xanaların sayının tapılması üçün bu çox asandır. Misal üçün deyir ki, B4-dən D11-ə qədər. Mən birinci bilməliyəm ki, B-dən D-yə qədər mənim neçə dənə hərfim var. B, C, D. Neçə dənə oldu? 3 dənə. Sətirlər nələrdir? Rəqəmlər idi də dedik. Oy, çox getdik. Sətirləri də sayıram 4-dən 11-ə qədər neçə dənə sətrim var. 4, 5, 6, 7, 8, 9, 10, 11. Neçə dənə oldu? 8 dənə. Və yaxud da ki, düsturumuz var. Böyük çıxılsın, kiçik üstə gəlsin 1. 11 çıxılsın, 4 üstə gəlsin 1. O da eləyir həqiqətən də 8. Ümumən də xana sayını tapanda 8-i 3-ə vuracaq. Neçə eləyir? 24. Sonra gəlir bizim burada nisbi ünvan, kasıb oğlan, mütləq ünvan, varlı oğlanımız var və yaxud da ki, qarşı ünvan var, kasıbla varlının dostu. Baxın, bu kasıb oğlandır, qabağında pulu falan yoxdur, dolları falan yoxdur. Biz bunu hara aparsaq, ora yerləşməyə məcburdur. Amma bu qaqaşdır, pulu var, sən bunu hara aparırsan, apar, hər zaman qiyməti A1 olaraq qalacaq. Nələrdir izah edəcəm indi. Burada misal üçün kasıbla varlının dostluğudur. Bu kasıb hara gedirsə varlı hara gedirsə öz qiymətini dəyişmir, amma bu kasıb hara gedirsə ora uyğunlaşmağa artıq məcburdur. Və yaxud da ki, burada da eyni söhbətdir. İndi bu kasıb varlı mən harda istifadə eləyərəm desəz, gəlirəm buradan, girdik bura, qayıt tutala. 。
Buradan mövzulara girdik. Gəldik informatika ikinci hissə. Baxın, burada 61-ci sual. Biri mən eləyəcəm, o birisini siz yazacaqsınız. Məsələn, 52-ni götürək. 52-də gördüyünüz kimi deyir, Y3 xanasına yazılmış D3A $2 düsturu daxil edilmişdir. Bu düsturu Y4 xanasına sürüklədikdə. Mən birinci baxacağam sütunlara. Sütunu Y-dən Y-yə gəlib. Dəyişməyib ki. Dəyişməyibsə, deməli bunun da sütunları dəyişməyəcək. Sütunları dəyişməyənləri yazıram. D. Bura 3 dəyişəcək. Üstə gəlinsin A. Dollardakı qaqaş idi. Heç vaxt dəyişmirdi öz qiymətini 2. 3-dən də hara gedir? Sətir olaraq 4-ə. Yəni bir sətir artıb. Bu 3 bir sətir artana neçə olacaq? 4. D4A $2. Və yaxud da ki, biraz daha çətinlə baxaq. Təbii ki. Baxıram burada. Bərabər işarəsini qoyuram. Əvvəlcə öz yerində. Baxın bir dən buna. Dollarlar dəyişmir də biz dedik. Elə deyil. Bunlar dollarlardır. Dəyişmir. Mən dəyişməyənləri əvvəlcə öz yerinə yazıram. Dollar C. Yanındakı 3 kasıb oğlan idi. Dəyişmə ehtimalı var. Üstə gəlinsin. Bu dollar, daha doğrusu D-nin qabağında dollar yoxdur, kasıb oğlandır. Dəyişmə ehtimalı var. Üstə yanında da nə var? Dollar 5-i var. Vurulsun. Dollar A dəyişməyəcək. 1 dəyişəcək, boşluq qoyuram. Bu sərbəst həddədəki heç kim deyə bilməz. Bax, burası başa düşdük. Dollarlar dəyişmədi. İndi baxıram şərtimə. Nə deyir? B-dən hara gedib? A-ya gedib. B-dən A-ya nə eləyir? Bir addım geri qayıdır. Bəli. Bir addım geri qayıdırsa, bu sütun D bir addım geri qayıdacaqmı? Nə olacaq? C olacaq. 5-dən hara gedib? 11-ə. Neçə addım atıb? 6. Yox, o sayandadır. 5-dən 11-ə neçə addım gedib? 6. Bu 3 neçə olacaq? 9. Bu 1 neçə olacaq? C9, C5, A7 çıx 3. Cavab da oldu B variantı. O daha asan idi. Aha. 7. Aha. Sütunları dəyişmədim. D qaldı, A qaldı. Bəli, o da dəyişmədi. 3 dəyişdi. Aydındır? Hə. Yəni bunu siz yazın. 81. 81. Əla. Demək olar ki, başa düşdünüz. Gəlin mən də yazdım. Baxın, birinci dəyişməyənləri yazacağam. Bərabərdir. Dollar A. Yanındakı 2-yə dəymirəm. Üstə gəlsin dollar B. Dollar 1. Üstə gəlsin bu ikisini ümumiyyətcə dəymirəm. Üstə gəlsin 1. Variantlarla işləsəm bu üstə gəl 1 dəyişib olub üstə gəl 3 aynı anda getdi. Sonra variantlarla işləsəm bu dollar A dəyişib olub dollar 1. Bu da getdi. Qalıram B ilə Y arasında.
B ilə Y-yə də baxıram. B-dən hara gəlib? C-yə. Bir addım qabağa gedib. Bu C olacaq D. Burada da C yerində qalıb deyə cavab olur Bakı. Aydındır? Aha. Çünki baxın, B-dən hara gedib? C-yə. B-dən C-yə gedəndə bir addım qabağa gedib. Deməli, biz C-nin də bir addım... Yox. Hər imtahan deməyək. Var, təbii ki. Xoş. İndi B-dən C-yə bir addım qabağa getdi deyə, bu C də bir addım qabağa getməlidir, yoxsa yox? Olur, D. Orasını yalan deyərəm. Bu dəfə düşürmüş, bəli. Amma düsturun daxilində sayılır. Bəli. Düsturlarda gəlir. Davam edək. Bunlar adlandı nisbi ünvan, kasıblar. Varlar adlandı mütləq ünvan. Hər ikisi də olan adlandı qarşıq ünvan. Nisbi ünvanı da mütləq ünvana çevirmək üçün F4-dən istifadə eləyirik. Funksiyalar və kateqoriyalar. Riyazi funksiyalarımız faktorial, ABS modul, sonra power qüvvət, product hasil, sum cəm, sum if şərt daxilindədir. Statistik funksiyalar. Niyə bunlar deyirəm? Çünki bunlar imtahana tam olaraq belə də düşdüyü olub. Misal üçün, dekabrda BA imtahanına açıq suala düşmüşdü ki, funksiyaları belə deyək, kateqoriyalarına görə sıralayın. Statistik funksiyalar average-dir, count-dur, count-adır, count-ifdir, maksimumdur, minimumdur. Mətn funksiyaları len-dir, left-dir, right-dir. Məntiqi funksiyalarımız if-dir, and-dir, or-dur, true-dur, false-dur. İndi gəlin bir-bir bunlarla tanış olaq. Birincisi riyazi funksiyamız faktorial. Faktorial nədir? N-dən 1-ə qədər ədədlərin hasilidir. Məsələn, deyək ki, faktorial 4. 4 faktorial nəyə bərabərdir? 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, 1. Burada 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 yazılıbdır. Düzdür, hasilin yerini dəyişir, cəm dəyişmir. Daha doğrusu, nə deyirlər ona? Vurulğun yerini dəyişirsə hasil dəyişmir, amma mənası dəyişir. Olacaq neçə? 24. Məsələn, bizdən burada nəyi soruşur? Faktorial C4-dür. Mən C4-ü tapacam. C buradadır, 4 buradadır. Bu ikisinin birləşməsi hara düşür? Bax, bura düşür. 5. 5 faktorial tapacam. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5. Yəni 5-dən 1-ə qədər ədədlərin hasili neçə eləyir? 120. Məsələn, məndən soruşa bilər ki, faktorial A1. A1 nədir? Dırnaqda 2. Dırnaqda 2 nə idi bizdə? Hərf sayılırdı, rəqəm sayılmırdı. Biz hərfin, məsəl üçün, atıram, Sənanın faktorialını tapa bilərik. Belə bir şey mümkündür. Mümkündür, ya. Mümkün deyil. Əgər mən Sənanın faktorialını tapa bilmirəmsə, avtomatik dırnaqda 2-nin də faktorialını tapa bilməyəcəm. O zaman da deyəcəm ki, burada 2-yə həddindən artıq dəyər veribsən faktoriala. Və o da dəyəri çox görüb deyə etiraz edir. Üzvə durur, belə deyək. Aydındır? Eyni şey faktorial C1 üçün də keçərlidir. C1 nədir? -2. Riyaziyyatda mənfi ədədin faktorialını tapmaq mümkündürmü? Əsla deyil. Burada da onu deyəcək. Deyəcək ki, qardaş, sən bunu riyaziyyatda tapa bilmirsən. Ano, burada. Deyəcək, sən onu riyaziyyatda tapa bilmirsən. Gətirib Excel-də niyə tapmağa çalışırsan bəs? Nam xətası verəcək, number xətası. Yəni, deyir ki, ora düzgün rəqəm daxil eləməmisən. Düzgün rəqəm daxil sonra davam edək. Başa düşdük? Faktorialdan sual olan var? Yoxdur? Gələk ABS. ABS də nə deməkdir? Modul deməkdir.
Moduldan hər zaman və hər zaman nə çıxır? Müsbət ədəd çıxır. Məsələn, deyir ki, modul, daha doğrusu ABS C1. C1 hara düşür? Bura düşür. -2. -2-dən nə çıxacaq? 2. True-nun qiyməti hər zaman 1-ə bərabərdir. False-un qiyməti false hər zaman nəyə bərabərdir? 0-a. Məsələn, burada bizə soruşsaydı ABS B4, B4 hanı? True. True'un qiyməti nədir? Bizə nə verəcəkdi? 1 vermiş olacaqdı. Və yaxud da ki, soruşsaydı ABS A1. A1 nədir? Dırnaq. Sən Sənanın modulunu tapa bilərsən. Modulda Sənan nəyə bərabərdir? Bilirsən bunu? Belə bir şey mümkündür ümumiyyətcə? Xeyr, belə bir şey mümkün deyil deyə modulda dırnaq arasında ikini də tapa bilməzsən. Yenə deyəcək ki, sən ona həddindən artıq dəyər verdin, o da öz yerini bilmədi. Value xətası verdi. Başa düşürük? Həmişə qiyməti odur. True-un qiyməti 1, false-un qiyməti 0. Yanlış. O informatikada olan bir şey. Bəli. Bəli, informatikada olan bir şeydir. False-un qiyməti 0-dır, true-un qiyməti 1. Davam edirik. Gəlir power. Power nə deməkdir? Güc, qüvvət. Qüvvət də nədir? Number 1 üstü number 2. Məsələn, deyir ki, power 5,2. Yəni 5 birincinin, ikinci də olacaq onun qüvvətində. 5 üstü 2 neçə verir? 25. Məsələn, deyir power C4. C4'ü tapıram. C4 hanı? 5. B2. B2'ni tapıram 3. 5 üstü 3 neçəyə bərabər olacaq? 125-ə. Məsələn, məndən soruşa bilər ki, power A3 nöqtəli vergül gətirib deyəcək misal üçün A1. 6 üstü nə oldu? 0. 6 üstü 1 nəyə bərabərdir bəs? 1-ə bərabərdir. Məsələn, mənə deyə bilər ki, power C3 bir də desin C5. Dırnaq arasında 3 üstü neçə? 0. Mən Sənan üstü 0-ı tapa bilərəm. Belə bir şey mümkündür? Xeyr. Belə bir şey mümkün deyilsə, bu cür bir şey dünəndən mümkün deyil. Bu zamanda nə verəcək bizə? Value xətası verəcək. Aydındır? Qüvvət üstü 0, false 0-dır. Burada yoxladığımız kimi 6 üstü false 0 eləyirmi? O da neçəyə bərabərdir? 1-ə. Hər hansısa bir ədəd üstü 1-dəki özünə verir. True-dakı 1-dir. Başqa sual olan? Aha. Aha. Bəli. Bəli. Qüvvət. Verə bilməz. Diapazon nöqtəsi 2 nöqtə nə olur? Burada nöqtəli vergüldənik. Sualınız var buradan? Yoxdur. Gəlir product, hasil. Artıq indiyə kimi ancaq ya bir xana verirdik, ya da ki, 2 xana verirdik. Productda bizdə söhbətə yenə gələcək qoşa nöqtə, diapazonlarımız. Burada misal üçün birincisinə baxaq. Deyib product A2, A3, D1. Aha. Bu riyaziyyatımıza gəlir, girir. 5 üstü -2 nəyə bərabərdir? 1 bölünsün 5 üstü 2-dirmi? O da bərabərdirmi? 1 bölünsün 25. O da eləyib 100 bölünsün 2500. 0'dan %4. Ola bilər, niyə də yox?
Xoşdur. A2-ni axtarıram. A2 neçədir? Bunun harası qalmışdı? Hə, bir dənə bu qalmışdı axırında. B2, C3 məsələn. C3 neçədir? Tutalım ki, dırnaqda 3-dür. Sən hər hansısa bir ədəd üstü sən onu tapa bilərsən? Yox. Tapa bilməsən deyə dırnaqda 3 də Sənanla eyni vəzifəyə malikdir deyə bunu da tapa bilməzsən. Nə verir? Value xətası verir. Bundan qabaqki hansı? Hə, 5 üstü mənfi 2 də adi riyaziyyatımızdır. 5 üstü mənfi 2 riyaziyyatda nəyə bərabərdir? 1 bölünsün 25. 1 bölünsün 25-dəki hesablayırıq. Gəldik bura. A2, A3, D1. A2-ni tapdım 3. A3-ü tapdım neçədir? 5. Aha, gəlirəm görürəm ki, D1 neçəyə bərabərdir? Dırnaqda 3-ə. Amma məndə gül kimi tapıblar 15 eləyir. Demək ki, burada dırnaq versə, PDF versə, oğlan versə, bunların heç birini nəzərə almırıq. Və yaxud da ki, C4-dür, B3-dür. Bunları mötərizə daxilində bu cür xanada versə, nəzərə almırıq. Qısa konkret. Yaxşı? Aha. Amma bu cür yazıda yox ha. Sadəcə nə zaman nəzərə almadıq? Diapazonun daxilində olduqda. Diapazon qoşa nöqtədir. Nöqtəli vergüldə ümumiyyətcə bizə verdiyi bu aralıqlardır, xanalardır. İndi gəlirəm. Yox, tək-tək. Hər bir xanadır. Misal üçün A2-ni bir götürdük, A3-ü bir götürdük, D1-i bir götürdük. Aha, indi ona gəlirəm. Diapazon daxilində verdikdə nəzərə almırıq, onu deyirəm. Məsələn, mənə verib nə? A1, C3. A1, C3 buradırmı? Bu hissə. Bax, diapazon daxilində də bizə true düşürsə nəzərə almıram, false düşürsə nəzərə almıram. Tutalım ki, burada verilsəydi dırnaqda 2 nəzərə almıram. Harda rəqəm gördümsə 2, 3, 5, 4. Ancaq nə eləyirəm? Bunları hesablayıram. İndi ora gələcəyik hələ. Orada səbirli ol. Aha. Nöqtəli yox. Bu xanalardır, bu diapazondur. İndi yavaş-yavaş addımlayırıq. Sonra bunu da buradan sildik. İkincidə, bax, əgər bizə diapazon veribsə, bu cür. Diapazon daxilində true varsa nəzərə almırsan. False varsa nəzərə almırsan. Dırnaq varsa, PDF varsa, oğlan varsa nəzərə almırsan. Ancaq nələri tapırsan? Rəqəmləri və onların hasilini tapırsan. Aydındır? Ancaq rəqəm. Qəti şəkildə digər heç bir şeyi nəzərə almırıq. Ancaq rəqəm. A1 2-dir. Aha. Bu axı şeydir, diapazondur. Diapazon nə idi? Bir də təzədən çəkirəm şəklini. Diapazon nə idi? Bizə verilən düzbucaqlı formasında hissə. Bu. Bu. A1, C3 bura oldu. A1-dən C3-ə qədər belə deməkdir. Əla. Gəldim sonra bura. A1, C3 və nöqtəli vergül B3 deyir. A1, C3 hansı idi? 2, 3, 5, 4 və gördüyünüz kimi B3 gəlib neçəyə düşür? False-a düşür. Amma mən bunu yenə nəzərə almıram. Məndən nə zaman nəzərə alacam? Bax, bu zaman.
Mənə mötərizə daxilində true və yaxud da ki false versə, o zaman həmin true false-un öz qiymətinə vururam. Və productda yadınızda saxlayın ki, mötərizənin daxilində false varsa, nəticən həmişə nəyə bərabərdir? Sıfıra. Çünki neçəni sıfıra vursan, sıfır edir. Product aydındır. Product aydındırsa, sum da onun eynisidir. Sumda sadəcə toplayırıq. Yenə də mötərizə daxilində true, false varsa nəzərə alırıq. Diapazon daxilində true, false varsa nəzərə almırıq. Okeydirmi? Sualımız varmı? Aha. Aha. Almırıq. Yox, əgər A1-in yerində 2 varsa, 2. Onu nəzərə almırıq. Alıram. Almıram. Bəli. Bəli. Başqa kimsə nəsə deyirdi, prosto səsi çox zəif gəlir. Burada dırnaqdakı 5 rəqəmdir. Alırıq. Yox, əgər dırnaqdakı 5 burada olsa nəzərə almırdıq. Buradakı... Hə. Aha. Bax, bu B1 nədir? True. Götürmürdük. Götürmürdük. Əla. Doğrudur. Bu. Bəli, eynisidir. Əgər mötərizə daxilində verilibsə, rəqəmdir. Yox, diapazon daxilində verilibsə, hərfdir. Keçək. Aha. Aha. Yox, bu rəqəmdir. Bu rəqəmdir. Bəli, -4. Gəlir Samir. Şərt daxilində cəmləyir. Məsələn, deyir ki, A1, D4 aralığında, yəni bu diapazonda ancaq nələri topla? 5-dən kiçikləri. 5-dən kiçiklər hansılardır? 1, 2, 3. 5 5-dən kiçikdir. 5 5-dən kiçikdir. Bəli, 5 5-dən nə kiçikdir, nə böyükdür. 5 5-ə bərabər. Ona görə 5-i götürmürük. 3, 3, 6, ondan da 4 çıxanda 2. Sualımız var buradan. Şərt verəcək, şərt daxilində toplayacaq. Nə? Şərt daxilində, əstəğfurullah. Şərt daxilində mənfi 5-dən 5-dən kiçik ədədləri toplayırıq sadəcə, bu qədər. Hə, bunu şərtdə verirdi, təbii ki. Samif yazacaq, A1, D4 diapazon verəcək, 5-dən kiçikləri soruşacaq. Bu qədər. Yox, burada true false yoxdur, ümumiyyətcə. Olsa əgər yenə nəzərə almırıq. Yəni burada yazılsa true, başa düşmədim. Aha, bu. Aha.
Yox, yox, burada elə bir şey olma ehtimalı yoxdur ümumiyyətcə. Əla, xoş. Mhm, mhm. Bəli, bəli. Gəlir ondan sonra statistik funksiyalar. Saat neçə oldu? Vay dadan vay. Statistik funksiyalar gəlmir ondan sonra. Yenə çox gec oldu. Statistik funksiyalardan falan qalan hamısı qalır gələn dərsimizə. Bura qədərini yaxşı mənimsəyin, bəs eləyir hələ ki. Təbii ki. Aha, bəli, baxmırdıq. Bəli. Aha, nə deyirdi orada? Ən çoxu soruşurdu. Sən də bölmüşdün ikiyə. Vətən sağ olsun, neynəmək? Bəli, bəli. Xəbər eləyəcəm. Mhm. Hə, o vaxta kimi uzaq başı bu bazar günü xəbər eləyəcəm. Ya bazarda olmasa 5-ci gün falan. Sizin 2-5 dərsiniz yoxdur ki? Əla, əla, əla. Mən kiçik bir şeylər düşünürəm. Onu bir dənə dəqiqləşdirim deyəcəm. Mhm. Hə, oradakı say sistemlərini keçin getsin. Say sistemləri lazım deyil sizə. Orasını keçmədim axı. Sadəcə misal məsələlərini həll edeyim bəs. Say sistemləri xaric. Mhm. Aha. O magistrda ancaq şey olur. Say sistemləri olur. Sizdə amma o birisi izah elədiyim hissələri də düşür. BA-da düşür. Keçmişik. Təzədən keçəcəyimi? Bəli. BA, AC onlara düşür. BB-yə düşmür. Ay, o alqoritmdə, hə, o AB-yə düşür ancaq. Heç birinə yoxdur. Ancaq AB. AB-də adam yoxdur. Heç kim hazırlaşmır AB-yə. Baxaq, gələk bura. Deyə aşağıdakılardan hansılar musiqi səs fayllarının genişlənmələridir? Deməli, AVI getdi videoya. VMI bunları keçəcəyik bu arada. Bu kimdir? Əməliyyat sistemləri dərsində keçəcəyik bunların hamısını. Artıq hissədə düşür. Sonra gəlir deməli VMV yenə getdi videoya. VAV 5, bir də ki MP3-lər. 2, 5, 6, C variantı. Modul nədir? BA-ya hazırlaşanlar üçün deyək. Modul sözünü deyəndə biz axtaracağıq mürəkkəb sözünü. Qısa, konkret. Ehtiyac yoxdur bütün cümləni əzbərləməyə. Heç mən də əzbərə bilmirəm açığı. Olur Y variantı. Uyğunluğu müəyyən edin. Proofingdə nə eləyirdik? Daxilindəki spelling qrammarı tapırdıq. Olur Y. İkincisi, linklər, istinadlar əlavə eləyirdik. İstinadlar hardadır? İstinadlar hardadır? Elə A variantında. Bu da linklər. Tekstdəki mətnlər falan əlavə eləyirdik. Elə olur dadaş. 1Y, 2A, 3 dadaş. Dadaş. Gəldik 4-ə. Deyir ki, cinsi qadın maaşı 500-dən kiçik, vəzifəsi də mühasiblə proqramçı olmasın. Cinsi qadınları seçək birincisi. Bir dəqiqə yadımdan çıxdı. Buradan bunu kəsin. Yanımıza qalsın. Cədvəlim buradadır. Hə, indi yazaq. Birinci tapmalıyam cinsi qadınlar. Cinsi qadınlar hansılardır? 1, 2, 3, 6. Ortasına or atıram. Maaşı 500-dən kiçiklər kimlərdir? Bir dənə 4-dür.
Mənim yenə sayfam qurtarır. Nəysə, bir dənə də 4-dür. Orada bunları birləşdirdik. 1, 2, 3, 4, 6 oldu mu? Oldu. Sonra yanına nə atıram? And atıram. Və deyir ki, not, yəni vəzifəsi mühasiblə proqramçı olmasın. Mühasiblə proqramçı olmasın deyirsə, mühəndis olar, fəhlə olar, bir də ki, mühəndislər olar. And-də bunların ortaqlarını seçirdik. Ortaqları neçə oldu? 2, 4, 6. 2, 4, 6 verilən olur Y variantı. Gəldik 5-ə. Sənəd 33 səhifədən ibarətdir. Hə, bax bu suallardır. Bayaqkın təbii ki də. Birincisi məndən soruşurdu ki, cinsi qadın və yaxud da ki, maaşı 500-dən kiçiklər. Cinsi qadınlar hansılardır? 1, 2, 3, 6. Elə deyil. Maaşı da 300-dən kiçik bir dənə 4-dür. Cavab oldu 1, 2, 3, 4, 6. Bu cibimizdə. Təbii ki də. Çünki or var. And olsaydı ortaqlara götürürdük. Sonra deyir ki, vəzifəsi mühasiblə proqramçı olmasın. Not deyir axı burada. Olmasın. Olmasın deyirsə onları çıxıram. Deməli, olacaq mühasiblə olmaz. Mühəndis, fəhlə 2, 4, 5, 6 oldu. Oldu. Ortasında nə var idi? And var idi. Yəni, bu zaman seçirdik biz onlar üçün ortaqları. Ortaqlarda hansılar oldu? 2, həm qadın, həm mühəndis, həm 700. Sonra gəldi. 3-də qadın proqramçıdır axı. Proqramçı olmasın deyirdi bizə. 2, 4, 6, bəli. Bu akses beyan mövzusudur. Bəli, bu buradaydı. 500 oradaydı. Yox. Gəldik 5-ci suala. Deyir, sənəd 33 səhifədən ibarətdir. İlk səhifədə ölçü, ilk səhifə V1, ilk səhifə neçə səhifədən ibarət olacaq? 1 olacaq da, elə deyil. Deməli, bundan birini çıxanda neçə səhifəm qalır mənim? 32 səhifəm qalırmı? Qalır. 512, 256 piksel. 512, 2 üstü 8, 256, 512, 2 üstü 9, 256, 2 üstü 8, 64 rəngdən. Yazıram rəng çaları və rəng palitrası. Bu üç söhbəti gördükdə biz 2 üstü n-ə gətirib n-i götürürük. Bax, 64, 2 üstü nədir? 6. Nəyin götürəcəm? 6-nı. Vurulsun 6, özü həmişə bitlə. Vəsiyo, bizdən axırda cavab nə ilə soruşur? Kilobaytla. Bitdən də kilobayta gəlmək üçün burada yazıram. Bit, sonra gəlirdi byte, sonra gəlirdi kilobayt. Bitdən bayta 2 üstü 3, baytdan kilobayta 2 üstü 13. Bunu da 2 üstü 13-ə böldüm. Bu eləyir 2 üstü 17. 2 üstü 17 ilə 13-ü bölündə burada qalır 16, yəni 2 üstü 4. 16-nı da 6-ya vuranda 96 eləməlidir. Bu olsun 96 kilobayt. Sonra gələm arxasında oxuyuram. V2 də var axı bəs. Deyir ki, hər qalan səhifələrdə neçə səhifəm qalmışdı mənim? 32. 2 üstü 5, 64 sətir 2 üstü 6, 128 simvol 2 üstü 7, Unicode gördüm, vururdum 2 bayta. Və məndən bunu da baytdan soruşur deyə, kilobaytdan soruşur deyə, bu səfər də baytdan kilobayta gələm. 2 üstü 10. Bu 2 üstü 18 eləyir, 11, 18, hətta 19 eləyir. Burada 2 üstü 1 də var. Qalır 2 üstü 9, yəni 512 kilobayt. 96 buradaydı, 512 burada. Cəmisi nə qədər var imiş? 608. Bu BA acı. Necə? Unicode gördüksə 2 bayta, ASCII gördüksə 1 bayta. Düşür. Təkrar keçsin imtahana qədər. Buradan çıxdı. Bəli, keçmişdik. Bu kimdir? Elektron cədvəlin xanasında saxlanıla bilməz. Təbii ki də obyektlər, funksiyalarda, mətnlər, düsturlar, həqiqətlər təbii ki də saxlana bilir.
Aşağıdakılardan neçəsi yalnız giriş qurğulardır? Yəni giriş-çıxış olmasın. Giriş-çıxış və yaxud da ki, çıxış olmasın. Web kamera giriş, proyektor P ilə başladı, çıxış, digitizer giriş, modem giriş-çıxış, flatbed skanerin növüdür, giriş, səs platası giriş-çıxış. Neçəsi oldu 3 dənə? Verilmiş fraqmentə görə ən çoxu nə qədərini çap etmək olar? Gəlirəm sayıram buradan 2-dən 10-a qədər neçəsi var? 9, üstə gəlsin 15 bir dənə, 18 bir dənə. Ümumi nə qədər oldu? 11 dənə səhifə. 11-də neçə vururam? 3-ə. Neçə səhifə çap eləmiş oldum ən çoxu? 33. Avtomatik olaraq mətnin nə deyir? Bütün sənədin qeyd olunması üçün. Yəni hamısını seçməsi üçün sol kənardan gəlirəm. Bir dənə Word açaq, hətta orada sizə tam olaraq göstərim mən. Sol kənarda mausun sol klikini 3 dəfə vurmaqla. Baxın. Allah qoysa açılsa. Girdim buradan buna. Mausun açıldı da. Sol tərəfinə gəlirəm. Mausun sol düyməsini 1, 2, 3 dəfə vuranda nə oldu? Bütün sənəd həqiqətən də seçilmiş oldu. Deməli, cavab olaraq da sol kənar, sol klik 3 qat B olmalıdır, səhv eləmirəmsə. 10. Seçilmiş faylın bir diskdən digər diskə nəyi soruşur bizdən? Köçürülməsi üçün. Burada 2 dənə ehtimalım var. Əgər mənə köçürmək deyirsə, bax yadınızda saxlayın, kontroldur. Yox, əgər yer dəyişmə desəydi, bu da o da olurdu shift. 11. Deyir ki, gateway nədir? Gateway təzəcə keçmişdik. Nə idi? Müxtəlif şəbəkələri birləşdirən vasitə idi, dadaş. 12. Paragraf dialoq pəncərəsində göstərilən 2. Nədir? Right. Right nədir? Sağdan boşluğunu nə qədər tənzimləyir? 2 sm tənzimləyir. Ara uzasın, səhifənin sağ boşluqdan sayəsində 2 sm sola sürüşdüyünü. Bəli, sağ tərəfdən boşluğunu tənzimləyir. Uyğunluğu müəyyən eləyin. Deməli, birincisi deyir ki, hər bir kompüter dairə üzrə növbəti kompüterə informasiyanı ötürür və yalnız özündən qabaq gələn kompüterdən belə deyək, informasiyanı alır. Asılıdırsa, bu hansı olurdu? Halqa. Halqa hanı? A variantı, dairəvi. Sonra deyir ki, bütün kompüterlər paralel olaraq bir rabitə xəttinə. Paralel söhbəti varsa, elə olurdu Şin, Bakı. Bir mərkəzi kompüter söhbətini gördük, heç gerisini oxumaya ehtiyac yoxdur, dadaş. 1A, 2 Bakı, 3 dadaş, bu da oldu A variantı. Gəldik köçürməyə. Y3-dən elə bayaqki sualın eynisidirmi? Eynisidir. Bərabərdir. Y-dən Y-yə dəyişib deyə sətirlərin, daha doğrusu sütunların heç biri dəyişməyəcək. D, üstə gəlsin A. Burada dollar 2 qalırdı öz yerində. Buradakı 3 də 3-dən 4-ə gəlib deyə 1 vayda artacaq, olacaq 4. D, 4, A, dollar 2, Y variantı. Faylın adının düzgün yazılışını təyin edin. İstifadə olunmur bizdə. Deməli, sualdır, ulduzdur. A ilə Y getdi, keçəcəyik bunları. Sonra istifadə olunmur com 0-dan 9-a, LPT 0-dan 9-a. Bir dənə qaldı B variantı. Olur, olur, bəli. Amma 0-dan 9-a istifadə olunmur. Olur təbii ki də. Biz adında istifadə edə bilmirik. Megabaytın 1/4 hissəsində məlumatda neçə kilobayt informasiya var? Biz bilirik ki, megabaytdan sonra promo ilə gəlirdi, kilobayt gəlirdi. Deməli, arasında nə var? 2/10 var. 2/10-un məndən istəyir 1/4 hissəsini. Yəni, 1/4 də 2/2 deməkdirmi? Bəli. 2/10-u 2/2-yə böləndə də qalır 2/8. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C4-ün nəticəsini hesablayın. C4 budur. Əvvəlcə mənə lazımdır C1 və C3. Niyə C1 və C3 dedim? Çünki ortasında nöqtəli vergül var. C1-i taparam-mı? Taparam. A1-dən B4-ə qədər ən böyük ədəd. A1-dən B4-ə qədər ən böyük ədəd tapdım. 24. Və sonra məndən istəyir C3-ü. A3 ilə B3 arasında ən kiçik ədəd hansıdır? Elə onun özüdür. Bu ikisinin ədədi ortasını istəyirəm verəcək. Ədəd orta nədir? 20 plus 10 bölünsün sayı 2. 10, 24.
34-ü 2-yə böləndə düşdü 17. 18 deyir, MS PowerPoint 2019 proqramda mövcud təqdimat əsasında yalnız seçilmiş slaydların nümayiş etdirilməsi, yəni sən seçdiklərini Custom Slide Show olur, Bakı. A variantı export eləyir video şəklə, Current Slide caridir, Beginning başlanğıcdandır, bu da ki, web browser üzərində, internet üzərində təqdimatı tənzimləyir. 19. Utilitlərin yerinə yetirdiyi funksiyalara aiddir. İlkin proqramın bütövlükdə maşın dilinə çevrilməsi bu instrumental proqramlardır, getdi. Bizə çox getdik. Maqnit diskin sahəsinin keyfiyyətinin yoxlanması, bəli, 2. Arxivlərin yaradılması, yenilənməsi, 3. Və nəhayət sonuncusu olacaq, informasiya mühafizəsinin təmini 6. 2, 3, 6-da oldu dadaş. Digərlərdəki instrumentallardır. Monitorun əsas xarakteristikalarına aid deyil, elan variantı, tak tezliyi. Tak tezliyi nə idi? Prosesor. Əla. 21. İnformasiya mübadiləsi telekonferans sözünü gördüm. Avtomatik olaraq qaçıram Usenet-in üzərinə B. İyerarxik və yaxud da ki, axtarış sözünü gördüm. Düşünmədən qaçıram Gopher-un üzərinə Dadaş. Web sənədləri əl yetərli. Web sənəd gördüm. Qaçıram www-un üzərinə Y. 22. Aşağıda, ilkin cavab elə burada verilmiş. Deyir ki, aşağıdakı proqramlar hansı tətbiqi proqramlara aiddir? Təqdimat proqramları, yəni PowerPoint 1. Utilitlər servisdir, getdi. Translyatorlar instrumentaldır, getdi. Nəşriyyat sistemləri 4. Antivirus sistemdir. Verilənlər bazası 6. İnstrumental proqramlar elə instrumental adından deyilik kimi. Örtük proqramlarda servisdir, getdi. 1, 4, 6. İş masasının fon şəklini hansı variantlara tətbiq etməklə ekranda yerləşdirmək olar? 6 dənə üsulum var. Center'dır, stretch'dir, center stretch, full screen'dir, sonrasını da mən deyirəm. 7-cisi fill'dir. Yox, bir dəqiqə, üzr istəyirəm. Burada full screen yoxdur, full screen yerinə tile'dır. Mozaikadır, 1, 4, 7. 7 deyəndə burada 4-cüsü fill'dir, 5-cisi fitdir və nəhayət 6-cısı spandır. 24 sizə düşmür, 25. Elektron hökumətin hökumət üçün olanlarını soruşur. Büdcə vəsaitlərinə qənaət edilməsi dövlət, bəli. Büdcə, dövlətin büdcəsindən söhbət gedir. Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması bu biznes sektoru üçündür. İqtisadi aktivliyin rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış biznesdir. Effektiv, şəffaf, nəzarət oluna bilən deyirsə, bu getdi hökumətə, yəni 4. Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması 5. 1, 4, 5. Aydındır? Nə? Mən bir dənə Yox. Neçə? Ekranla bax. 25, 20, 23. Hə. Aha, buyurun. çox sağ ol. Başdı. Başqa sual olan var? Elektron hökumət keçəcəksiniz.